Sözüm mənim, diqqətin mənə qulaq asan oğlanlaradır. Nə layık verin, zəhmət olmasa buna. Bax, Verzara baxıram ki, Verzar kimdir? Lezbiyankadır, transı, petuqdur. Görün bizim millət gör nə gündədir ki, əki Verzara tamas salırlar. Verzar da 1 metre o qurbağa ki dilini çıxarıb ki milçə yudur ha. Bax, Verzar da bax elə bir insandır. Dilini oturup milçə yaparır. Mən baxıram ki, Verzarın qabağına xarici maşından bir hündürboy bozlu burutlu oğlan utanıb xəzarət çəkmir o. Gedib petuğa qabağını gətirib hansı o Kamorudur nədir? Yoxsa Ford Mustang'dır nədir bilmirəm. Ondan alıb gətirib hədiyyə eləyir. Necə baboşa ki hədiyyə elədilər ha. Bax eləncə, sənin torpağını alan qazi, sənin torpağında vuruşan veteran, sənin torpağında şəhid olan 3800 balalarını yetim qoydu, ailələrini başsız qoydu. Ana il boyu, gün boyu, ta ki qiyamətə günə ağlayacaq. Sən gedib o şəhid balalarını, qazi balalarını, qaziləri, veteran balalarını yoxlamısan. Sen gidip gör kime tamas salsan, fərqi yoxdur. Elə onu tamas salan, onun canlısında 80.000, 40.000 olan mən paxıllıq çəkmirəm ama Verzar kimdir? Mən Verzar kimləri hesab edəmirəm həyatda. Mən dürüst kişi kimi oğlanam, özümü tanıyan oğlanlardan biriyəm. Mənim də canlımda gəlib artıq əski özünü tanımayan oğlan birbaşa evini tanımır. Mənim ev canımda və evimin böyrünə keçib artıq əski söhbət edən birbaşa öz evini tanımır. Yaxşı oğlan həmişə özünə hörmət eləyir, həmişə hörmətini saxlayır. Yaxşı oğlan ömür boyu söyüş söyməz. İstir pis də olsa, nə də olsa söyüş söyməz. Mən yəni sözüm budur ki, bugünkü gündə gedin, kasıba dəstək durun. Mənim evim yanıb külə dönüb, barım uçub yağış yağında evimin için su basır. Bizə vaqa deyir ki, evim damır ha. Mənim evimin için su basır ha. Başa düşdün, siz gəlib məni kimi yetimlərə dəstək durmusunuz. Gedib siz transpetiqa, lezbiyankaya dəstək durursunuz. Ayıbdır valla. Biz Azərbaycanlıyıq, müsəlmanıq. Nə deməkdir? Mənə maraqlıdır, mənə çatmır bu adam. Siz onlarda nə görmüsünüz? İndiyə qədər qeyrətli namuslu kişilərlə biz nəfəs alıb onların yolun getmişik. İndi gör, Verzarın canlısına 80.000, 90.000, 100.000 adam söykün biri de bir köpükdən. Vallahi ayıbdır. Özünüzə hörmət eləyin. Mənə deyirsiniz, TikTokda özünüzə hörmət eləyin. Siz özünüzə hörmət eləyin. Ki heç kimin canlısında, videoların altında artıq əski yazmayın. Kimin evinə yazsınsa o da sizin evinizə söyür.